Salam hörmətli Neftçi TV izləyiciləri. Prime Sports futbol mərkəzində AFFA U14 liqasının B qrupunun 9-cu turunda Neftçi Azartı qəbul edir. Azart komandasının heyətini də nəzərinizə çatacaq. Maç başladı. Uğurlar Neftçi komandamıza. Uğurlar arzulayırıq. Mübarizə aparırlar. Paytaxt zonasından gedir söhbət. İndi hücumda da Azart və hesab açılır. Komanda ulaşının ötürməsi çox zəif alınmışdı, amma Hüseyin Abdullazadə, Hüseyin baxır qapı qarşısına. Abdullazadənin ötürməsi qarşıladılar. Əli Məmmədlinin zərbəsi o qədər də qüvvətli deyildi. Top qalır komandamıza İlham Vəliyev. İlhamdan sol caha Fərid Həsənli. Fərid gözlədi Həsənlidən. Qapıya zərbə. Topu uzaqlaşdıra bildilər. Daha bir zərbə olacaqmı? Ayxan Əkbərli və gol! 1-1. 29-cu dəqiqədə Ayxan Əkbərli oyunda hesabı bərabərləşdirir. Ardıcıl hücumlardan sonra nəhayət ki topu qapıdan keçirə bildi futbolçularımız. Ayxan Əkbərli fərqlənir. Fərid Həsənli burada ilk zərbəni o vurmuşdu. Qapıcı bu topa reaksiya göstərə bildi. Topu uzaqlaşdırdı. Qaydan top Hüseyində qaldı Abdullazadənin ötürməsindən sonra. Fit səslənir. Qayda pozulub. Və bu da birinci hissənin sonu. İlk hissə başa çatır. Fit səslənir. İkinci hissə başladı. Neftçiyə bir daha uğurlar arzulayırıq. Fərid ötürmə qapı qarşısına. Adil. Qapıçılı özbəyüzdə Adil. Keçir qapıçını. Adil və gol! 62-ci dəqiqədə Neftçi hesabda irəli çıxır 2-1. Sol cəhətdən yaxşı təşkil olunmuş hücum və oyuna yeni daxil olan futbolçumuz 8 nömrəli oyuncu hesabı komandamızın xeyrinə dəyişir. Burada əvvəlcə sol cəhə ötürməyə yaxşı alınmışdı. Daha sonra Adil Fərid Həsənlinin ötürməsindən sonra qapıçını keçir. Topu qapıdan keçirir. Onur Əmirzadə keçdi rəqibini. Onur irəliyir. Əmirzadənin ötürməsi. Zərbə və gol! Dubl edir Ayxan. Yaxşı çıxdı hücuma Neftçi. Burada Onur Əmirzadənin ötürməsindən sonra Ayxan yaxşı zərbə vurdu. Qapıçının irəlidə olduğunu gördü. Ötürdü topu sol caha. Mirmehdi qapı qarşısına. Adil daha bir ötürmə. Abbas və 4-cü gol. Meydana İndicə daxil olan Abbas Şərbətov topa ilk toxunuşu. Top qəbulu idi. İkincisi isə topu qapıdan keçirmək üçün vurulan zərbə idi. Adil Şabanov. Hüseyin baxır irəli. Abbas Şərbətov. Sol can ötürmə. Dəqiqdir. Mirmehdi Rzayev qapı qarşısına. Mirmehdinin zərbəsi. Top qapıdan keçir. Sol cinahdan ötürmə yox. Birbaşa zərbə vurur. Mirmehdi Rzayev ilk hissədə hesabı bərabərləşdirə bilmişdi. İkinci hissədə isə artıq ardıcıl 4-cü qolumuzu vururuq Mirmehdi Rzayev. Və beləliklə maç başa çatır. Neftçi Azart görüşü meydan sahiblərinin 5-1'lik qələbəsi ilə yekunlaşır.